Safa geldiniz. Ne kadar güzel insanlar gelmiş. Ay. Ay. Canım. Sevindim. Siz Bakü'den geldiniz. Kars'a. Sen de Kars'a hoş geldin. Çok sağ olun. Çok sevindim. Hoş geldiniz. Buyurun, buyurun. Hoş geldiniz. Çok sağ olun. Çok sağ olun. Buyurun. Buyurun diyoruz. Hoş geldiniz. Sabah geldik. Hoş geldiniz. Sağ olun, sağ olun. Gel aşkım. Yanlışa bak, hoş geldin. Sefalar getirdin. Çok sağ olun. Çok sevindim. Çok sevinçliyim. Sefalar getirdin. Hoş geldiniz. Gelin, gelin, gelin. Ne güzel konaklarımız geldi. Hoş geldiniz. Hoş geldiniz. Gel. Hoş geldiniz. Sefa getirdiniz. Sağ olun. Çok sağ olun. Sağ ol. Buyur. Hoş geldin Aygacık. Hoş geldin. Çok sağ olun. Gel. Buyur. Hoş bulduk. Hoş geldin. Hoş bulduk. Biz aşık değiliz ki Yüksel Yıldızoğlu gibi. Mən Bakıda yaşayıram. Mənim babamla Fikrətin babası 1924-cü ildə iki qardaş ayrı qalmışlar. Ara bağlanmış, Sovet dövründə bu iki qardaş bir-birindən ayrı düşmüş. Və demək olar ki 100 yıllıq həsrət. 100 yıllıq həsrəti 15 il bundan öncə mənim babam gəldi, o həsrəti sona erdirdi. Amma babam indi rəhmətli, Allah bütün ölənlərə rəhmət eləsin. Bu il bacım bizə qonaq gəlirdi Rusiyadan. Biz belə fikirləşdik ki, biz gedək, biz qohumlarımız, heç görmədiyimiz qohumlarımızı ziyarət edək. Sağ olsun, yaxşı Bakı-Kars uçaqla gəldik. Yəni çox gəlişimiz də çox rahat oldu. Buranı mən sanki öz vətənimə gəlmişəm. Mən elə bilirəm doğma vətənimə gəlmişəm. İnsanlar aynı, yaşayış aynı, təbiət eyni. Yəni mən burada heç darıxmıram. Mən elə bilirəm bir anlığa mən öz vətənimə gəlmişəm. Mən çox sevinirəm, çox şadam, çox sevinçliyəm. İki qardaşın torunlarıyıq biz. Türküyü mən çox sevirəm. Mənim anam o vaxt, mənim baba annem də həsrət ayrı düşmüşdü öz ailəsindən. Annem Türkiyəyə baxarkən otururdu televizora baxırdı, ağlayırdı. Çünki anası, bacıları, qardaşı burada qalmışdı. Anam orada tək qalmışdı. O mənə çox təsir eləyirdi bu yaşıma qədər. İndi yəqin ki mənim atamın ruhu şaddır. Mən onun qohumlarını ziyarət eləyirəm. Bakü-Kars uçak seferlerinin başlamasıyla birlikte 100 yıllık hasret sona erdi. Sonunda akrabalarımıza kavuştuk. Onlarla beraber güzel vakitler geçirdik. Çok mutlu olduk. Umarım bu birliktelik uzun yıllar boyunca devam eder. Biri sağ yanımdır, biri sol yanım. Canım Azerbaycan, benim Türkiye'm. Dillerde dolanır şerefin şanım. Birim Azerbaycan, canım Türkiye'm. Canım Türkiye'm. Pencerenin milleri Aysar seyranlı kız. Açık kızın gülleri bile maral ceylanlı. Gözden yaş gelir bile maral ceylanlı. Kız seni bana verseler Aysar seyranlı kız. Allah'a da hoş gelir maral ceylanlı kız. Seni selam ahle bileli. Dile yar gelip duymamışam kurbanım sana. Dile kiprik seni selam ahle bileli. Dile
Görünen qarsın düzüdür. Ağlama bağlama ağlama. Sevdiğin kimin kızıdır. Ağlama bağlama ağlama. Bugün de Allah'a çok şükür Bakü, Türkiye uçak seferi başladı. O uçağın da ilk gelişinde bilet bunlara denk geldi. O bileti ertelediler, bu uçağa bilet aldılar, geldiler.